Bir gün bir kasıb dolana bilmirdi. Arvadına dedi ki, arvad, mən ne eləyim axı biraz pul qazanaq? Dedi, bədbaxt oğlu, bu 60 ildə sən bir qəpik qazanmayıbsan. Təzədən nə qazanacaq? Dedi, arvad, eşitmişəm bizim şah ağılsızdır. İstəyirəm gedəm şah alladam. Dedi, məni də sağ qatıb öldürəcəklər. Dedi, qorxma. Bu durdu elə gəldi, gördü ki, şah da vəziri qapıya qov, keşkəs içəri buraxma. Çatan kim bu kasıb vəzirə dedi ki, dövlət işindən əlaqədar şahı görməliyəm, məni təcili saraya burax. İçəri girdi ki, şahdır, arvadıdır, uşaqları oturub çörək yeyirlər. Dedi, səni kim içəri buraxdı? Dedi, vəzir buraxdı, mən xahiş eləmişəm, bir məsələyə gəlmişəm. Dedi, nədir? Dedi, 20 ildir mən sehirli tac üzərində işləyirəm. Elə burada da yaşayıram, buranın da şahı sənsən. Sən sarayda məhkəmə saxlayırsan, prokuror saxlayırsan, vəkil saxlayırsan. Bunların hamısı bu ştatları bağlar. Mənim qayırdığım tacla bütün şəhəri, bütün əhalini idarə eləyəcək. Arvad dedi ki, bu yaxşı məsləhətdir. Dedi, tac nə vaxt əmələ gələr? Dedi, 1 ilə. Dedi, nə qədər pul istəyirsən? Dedi, əşə qədər bahaçıl deyiləm. Bir 20 qızıl versən, ancaq onun o zərgərli işlərinə, onun o sehirlərinə 3 mərtəbə olacaq tac. Onlara həsr eləyərəm. Şah gətdi 20 kilo xəzinədən qızılı çəkdi, verdi. Bu tac qayran evə gələndə dedi, arvad dedi, nə? Dedi, şah aldatmışam, 20 kilo qızıl gətirmişəm. 1 il ömrümüz var. 50 il kasıb yaşamaqdansa 1 il devlətli yaşayıb ölmək lazımdır. Bir gəmi tutmuşam, gedək 1 il dənizin, dəryanın üzündə qalaq, ya içək qaydanda ikimizi də öldürsün. Arvad vaxtı ağıllı məsləhətdir. Da dünyanın nəyini götürmədilər bu dəryanın üzünə? 1 il o keyfi çəkdilər ki, 60 il görmədikləri keyfi. Amma həyat şirindir, can şirindir, dünya malı şirindir, qızılın yarısı qalmışdır. Sahilə yaxınlaşanda kişi fikirli əlini atdı, 5-6 qamış qopartdı, qarğı qırıdı. Evə gələndə arvad dedi, sabah vaxtı, tac yoxdur, nə deyəcəm? Dedi, arvad, Allah kərimdir, 20 kilo qızılı verən məni bu zindandan çıxardacaq. Elə bu qarğıları belə baş-başa bağladı, arvadına dedi, yaylığını ver. Bu da yaylığı verdi, atdı bu 3 dənə qarğının üstünə. Sabah ertə üzünüzə belə toyda açılsın. Şah vəzirə dedi ki, ilkinə sən get taca bax. Gör keyfiyyətlidirsə bir 10-15 ölkənin adamını çağıracam buraya. Yanvarın oğlan çağı, göydən qarpuz yağır. Bu tac düzəldən sifariş elədi ki, tac çox nazikdir. Şahın başında tük olsa durmayacaq, başını ülküşünə təmiz qırtırsın. Ağılsız şah verdi kərənti bıçağının ağzına, başını təmiz qırtdırdı. Vəzir gəldi, gördü ki, artıq kişi evdədir, arvad evdədir. Ay usta, taca baxmaq olar mı? Dedi, olar. Amma kişi şərt qoymuşdu ki, şaha demişdi, hər kimin atasından xəbəri yoxdur, bizdirsə, tac onun gözünə görünməyəcək. Vəzir içəri girdi, baxmaq olar mı? Dedi, bir onluq qızılı qoydu. Yaylığı belə götürəndə vəzir dəhşətə gəldi. Gördü, at noxtası ki, mütçə qalmışdı. Usta dedi, yoxsa tac gözünə görünmədi deyəndə vəzir dedi, şərt var, sən öl, mən atamdan xəbərim yoxdur, bijəm, mən öldürəcəklər. Dedi ki, aya, sənin əllərinə qurban olun, mat-məəttəl qalmışam. Sən bunun üst hissəsini nətər düzəldirsən, adamın daxilini göstərir rengen aparatı kimi. Ürəyində dedi, yalancının atasına nəhlət, get. Vəzir gələndə şah baxdı ki, vəzir çox fikirli. Dedi, nə olub? Dedi, şah sağ olsun. O tacı ki, mən görmüşəm, Allah heç kəsə göstərməsin. Belə baxanda ofsunlandım, ağlım başımdan getdi, buraya nətər gəlmişəmsə bilmirəm. Dedi, təcili 16 ölkədən adam çağır, şahları yığ. Şahlar, vəzirlər yığıldı meydançıya, şah oturdu, başı qırxılıb, söyüq vurur, bürüşür. Bu kasıb gəldi, daha qarğı gətirməti düşəndə görərlər, bir badusun üstünə arvadını yaylığınca belə açıb. Gələndə şah durdu, təqdim elədi ki, bu adam bəs belə, elə bir tac düzəldib ki, o indi mərasimdə mənim başıma qoyulacaq, baxın. Əlini belə atdı, yaylığı şahın başına belə elədi, dedi, Allah mübarək eləsin. Dedi, səs gəlmədi, dedi, knop işledi, avtomatik. Bəlkə meydanda 10.000 adam var, hamısı baxdı ki, şahın başında işləyir. Dedilər, nəyimizə lazımdır, deyək, tac gözümüzə görmür. Deməli, bizim haradasa qarışıq olub, elə bəlkə biz bir tac gözümüzə görmür.
Durdu ki ettihamı dağıldı, dağılanda vəzir gəldi, arvadı gəldi, bir də bu Tac Qayran gəldi. Şah vəzirə dedi ki, vəzir, mənim başımda nə var? Dedi Tac, dedi sən onun gözünü gör. Dedi bir güzgü qoyun özümə baxım, görüm, baxdı ki, qırxılmış başdan hiçbir şey yox. Şah ürəyində dedi, sən öl, elə bu sarayda bicmənəm. 16 ölkənin adamına görünən Tac, bir arvaddan soruşum görüm. Arvad mənim başımdakı nə dedi Tacdır. Nə tərdi dedi ki, elə bir tacdır ki, hələ dünyada belə tac yox. Dedi, bunun da gözünü görür. Yox, bunun qızılını verdi, vəzirə dedi, qapıda gözlə, arvadla ikisi qaldı. Dedi, arvad, sən Allah bir də bax, dedi, dədəmi görür, haqqı elə tac da olmayan ki. Dedi, vəziri çağır. Vəzirə dedi, bu tacı ehtiyatla götür, apar, saxla. Vəzir əlini beləndən, yalandan elədi, sıqılata getdi, çıxdı, getdi. Şah dedi, arvad, 40 ildir yaşayırıq. Ərin sirrini arvaddan başqa heç kəs bilməz. Səni at verirəm o kəfin kağızımıza. Səni at verirəm nakam balalarımızın başına. De görün, bax bu yuxarıda nə var? Dedi, vozduq. Dedi, aşağıda nə var? Dedi, başının tüküdür. Dedi, biraz aşağıda nə var? Dedi, orada da ağıl olur, o da səndə yoxda köpək olur. Xəzinənin bir yanını boşaldıb, başını qırtdırıb, dərisi soyuqdan tökülüb gəlib verir.